لكن نتخيل أن الناس بيرضون عنا جميعا، لا. ارفع رأسك وقل أنا سلفي، ما في şey. Peyğəmbərin, Allahın salamı və salavatı onun üzərinə olsun, kim əsr namazını qəsdən tərk edərsə, əməli puç olar sözünün mənası nədir? Bəzi elm əhli bu hədisi zahiri mənası ilə qəbul edir. Onlar deyirlər ki, kim tək bir namazı, onu qəza etmək niyyəti olmadan qəsdən tərk edərsə, kafir olar və İslam dinindən çıxar. Eşitmişəm ki, şeyximiz Şeyx İbn Baz, Allah ona rəhmət etsin, bu rəydə idi. Kim tək bir namazı qəza etmək niyyəti olmadan qəsdən tərk edərsə, yəni vaxtı çıxana qədər onu tamamilə tərk etmək niyyətində olarsa, bununla kafir olur. Bu alimlər deyirlər ki, burada əsr namazının bir xüsusiliyi yoxdur. Sadəcə, əsr namazı ona görə zikr olunub ki, adətən insanların iş güclə məşğul olması səbəbindən bu hal ən çox bu namazda baş verir. Digər elm əhli isə buyurub ki, bu hədis vəid, hədə-qorxu mətnlərindəndir və mütləq küfr mənasına gəlmir. Bu, sadəcə etdiyi bu günah səbəbindən əməllərinin puç olacağı barədə bir hədədir. Buradakı puç olma, əməllərin yox olması isə mütləq silinmək deyil, üstələmə, müğaləbə mənasındadır. Bu sözün mənası nədir? Ey qardaşlar, qayda belədir. Günah, seyyiyə, yaxşılığı, həsənəni yox etməz. Lakin yaxşılıq günahı yox edər. Ancaq bir kəs yaxşı əməlləri olduğu halda bir günah işləyərsə, bu günah o qədər böyük ola bilər ki, hətta yaxşı əməlləri üstələyər. O, yaxşılıqları üstələdiyi üçün, üstələmə baxımından sanki yaxşılıqlar yoxmuş kimi görünər. Halbuki, əslində o yaxşılıqlar əməl dəftərində mövcuddur. Alimlərin bu hədisin təfsiri barəsindəki ictihadları, yozumları budur.